Real'ın son günlerde ölçümünde ve Qarabağ'ın yaşı olmasına yerinde söylemek gerekli. Yani çempiyonlar yaptığı yaşı olmasına. Bütün bunları nəzərə alıb onu bağlama olan. Hələ ki yəni bilmirəm. Yəni biz zaten bugünə kimi belə deyək də bağışlı gəlmişik və tək onu yox, ümumiyyətcə yəni biz özümüz bu yolu keçmişik, biz özümüz futbolçu olmuşuq. Yəni bizim də səhv etdiyimiz vaxtlar olub, biz də cərimələnən vaxtlarımız olub və biz bundan nə cür nəticə çıxarmışıq. Yəni ümumiyyətcə və digər oyuncular nə cür nəticə çıxarırlar. Belə yəni bu da bəzi səbəblərdən biridir. Oyuncular ayrı-ayrılıqda belə deyək də, yəni bu cür rəqiblərə qarşı bu cür yükün altına girməyi düşünmürlər. Ki, bəs bizi qarşıda hansı, nə cür oyunlar gözləyir, hansı bizi vacib bir xal, vacib üç xal gözləyir və bəzən məğlubiyyəti və nə cür qəbul edirsən məğlubiyyəti. Yəni məğlubiyyətdən sonra sənin yaşam tərzin necədir? Çox nüanslar var belə, amma bugünə kimi yəni yəqin ilk hal deyil, belə eşitmişsiniz bəzi oyuncular cərimələmişik, üstündən biraz keçib, 1 oyun, 2 oyun, 3 oyun, 5 oyun. Ümumi yəni hələ hər şey qarşıdakı ümumi gedişə baxacaq, amma yəni çox futbolçunu bağışlamışıq bugünə kimi.